Psixoloq Rafiq Allahverdiyevə görə bu hal həm hüquqi cəhətdən, həm də bioloji və psixoloji cəhətdən doğru deyil. Qohumlar arasında övladlar götürəndə və xüsusilə də qardaş övladını götürəndə isə bu normal deyil. Sırf psixoloji baxımdan normal deyil. Bütün qohum bilir ki, övlad kimindir və eyni zamanda da uşağın böyüdüyü mühitdə onun bioloji valideynləri onu hər gün görür. O bioloji ailə uşağı götürülən ailədən daha çox can yandırır, daha çox ona qayğı göstərməyə başlayır və uşaq böyüyəndən sonra yeniyetməli yaş dövründə isə bəzən valideynlər fikirlərini dəyişirlər. O bioloji valideyn fikrini dəyişir, övladı geri qaytarmaq istəyir və deyir və bu məlum olanda isə övlad biləndə ki, mənim valideynim bunlar deyilmiş, bunlardır, o öz bioloji valideyninə nifrət edir. Uşağın özündən asılı olmayaraq mənəvi dəyərlər pozulur. Yəni mənim valideynlərim illər boyu mənə yalan danışıblarsa, deməli hamı yalan danışır. Onlar bütün insanlara, heç kəsə inanmırlar və hətta öz uğurlarına belə inanmırlar.